Əziz İqtisad Universiteti, mənim dəyərli təhsil ocağım, hörmətli universitet kollektivi, akademik heyət, çox əziz tələbələr. Hər birinizi İqtisad Universitetinin yaranma tarixi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Mən bilirəm ki, İqtisad Universiteti bir çox göstəricilərə görə ölkənin öndə gedən universitetlərinin birinə, hətta birincisinə çevrilir. Universitetin tələbələri öz təhsil səviyyələri ilə fərqlənirlər. Başxoldi tərəfindən keçirilən əlaçı təqaüd proqramının da iştirakçılarının bir çoxu İqtisad Universitetinin tələbələridir. Normalda insan özünün aid hiss etdiyi icmanın, qurumun, kollektivin uğurlarına çox sevinir və fəxr hissi ilə mən də bu qurumun bir hissəsiyəm deyir. Mənim üçün də çox qürurverici bir haldır ki, 15 il öncə mən də bu universiteti bitirmişim və bu universitetdə əldə etdiyim bilikləri, təcrübəni, təhsili həyat boyunca istər şəxsi həyatda, istər də karyeramda uğurla istifadə etmişəm. Bir daha universitetin bütün kollektivini, hazırki tələbələri və məzunları bu il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Səsinizin daimi yüksəklikdən gəlməsini arzu edirəm.